Dostlar, inboxumuza gələn ən çox suallardan biri Harry Kane'in transferi ilə bağlıdır. Bildirilir ki, Harry Kane'in Barcelona'ya transferi nə dərəcədə uğurlu olar və yaxud keçid baş tutarmı? Son dəqiqə xəbərlərinə görə Harry Kane bu transferə razılıq verib. 32 yaşlı hücumçu 65 milyon avro sərbəst qalma məbləği ödəniləcəyi halda aşağı maaşla Barcelona'da oynamağa razıdır. Barcelona tərəfindən də fikri var ki, ən aşağı seçimlərdən biri kimi onu komandaya götürsün, ən azı 2 mövsümlük və hücumdakı problemi bir növ aradan qaldırsın. Təbii ki, bunun paralelində gənc oyuncu da axtarışındadır. Klub gənc hücumçu, yəni söhbət sırf mərkəz hücumçusundan gedir. Ümumilikdə götürəndə Harry Kane'in Barcelona'ya gəlişi indiki vəziyyətə görə real görsənir. Yəni oyunçu özü də aşağı maaşa razılıq verib, əlavə olaraq maaşdan da əlavə Bavariyada 65 milyon avro ödəniləcəyi halda onu azad agent kimi klubdan göndərməyə razılıq verəcək.